Bugünkü mövzumuz çakralar nədir? Çox insan eşitdiyi, az insan başa düşdüyü bir sahədən danışacağım sizə. Çakralar bədənimizin enerji mərkəzidir və çox önəmlidir. Həyatımızda çox böyük rolu var. Çakraları belə düşünək, belə izah edim ki, bizim hər birimizin evimizin bir elektrik mərkəzi var və oradan otaqlara, lazımi yerlərə enerji axını oradan paylaşılır. Eynilə çakralardan da bədənimizə, duyğularımıza, düşüncələrimizə enerjilər paylaşılır. Çakralar aktiv olanda, blokajsız olanda, deməli bizim həyatımızda huzur, axış, misal üçün yoruluruq, sıxıntılardan, problemlərdən mütləq o bədən, o enerji öz-özünü bərpa edəcəkdir. Daha huzurlu, daha pozitiv, daha inamlı, daha ümidli, yəni çöküş yaşamır həmin insanlar. Yox, əgər bir və ya bir neçəsində müəyyən dərəcələrdə blokaj varsa, həmin insanların deməli, yorulduqda ayağa qalxa bilmirlər, problemlər olanda kədərlənirlər, tez-tez bitkin vəziyyətə düşürlər, ümidsizliyə qapılırlar, çoxlu həyəcan keçirdirlər, qorxu dolu olurlar və eyni zamanda zaman içində bədənsəl olaraq da sıxıntı yaşamağa başlayırlar ki, bunlar artıq tibbi tərəflərdə də problemlər üzə çıxmağa başlayır. Çakralar bizim həyat deməli bədənsəl və oranın da bilavasitə deməli axışı ilə həyat enerjimizin əsas enerjinin döngü mənbəyidir. Çakralar qapalı olanda bizim misal üçün birinci çakradan götürək, kök çakra var olduq. Pul varlığı, pulun var oluşu mənim özümün varlığımın inancı qədərdir. Və mən öz varlığıma nə qədər inanıramsa, nə qədər dəstək almışamsa var olduğum nöqtədə, soylardan hansı axış gəlibsə, mənim həyata olan güvənim, mənim qorxularımın az və ya çox olub olmaması, pullarla bağlı, bolluqla bağlı sağ tərəfimizlə və ayaqları yerə möhkəm basıb cəsarətli olmaq, özgüvənli olmaq həmin çakra ilə bağlıdır. Əgər ki, hətta çakra blokajda olanda bədənsəl xəstəliklər baş, onurğa, bel, ayaq, dizlər və həzm prosesi, həzm sistemi, sindirim sistemi həmin o çakranın blokajından əmələ gələn xəstəlik adı altında səbəblərdir. Elə götürək ikinci çakranı, sakral çakra, sənin orada kimliyin formalaşır, yəni cinsiyyətin, cinsel kimliyin formalaşır və bu zaman nə baş verir? Sən yaradıcılığın, əgər blokajdısa yaradıcılığın artaq xətt üzrə gedə bilmir. Sən yaradıcılığın inkişaf edə bilmir, artıra bilmirsən, bolluq bərəkətə təsir edir və öz kimliyinlə aranda yaranan o blokaja görə özü tapmaqda, özünlə bağlı həyatın axışında və cinsəlliklə bağlı qadın, kişi əngəllər yaşayırsan. Və digər çakralarda hər bir çakranın bizim həyatımızda çox böyük rolu var. Hər birinin elə bir bizim həyatımızın istiqamətlərində təsiri var ki, sevib sevilmək, huzurlu olmaq, dəngədə olmaq. Məsələn, elə götürək pulları, deməli, kök çakra pulun var oluş nöqtəsidirsə, üçüncü çakramız bizim mədə çakramızda da deməli, o pul dövriyyəsinin artımına və ya azalmasına səbəb olur. Bəli, çünki bizim eril-dişil enerjimiz, alıb verə bilmə, ötürə bilmə, bu qədəri artıb azalma nöqtəsi üçüncü çakramızdır. Çakralar eyni elementləri deməli, həyatımızda təmsil edir. Bu barədə ayrıca bir video çəkəcəm. Amma buna əmin olaq ki, çakralarımız şuuraltımızdan blokajlanır. Çakralarımız şuuraltıdan sonraki mərhələdə bizim özümüzün düşüncəmiz, niyyətimiz, enerjimizlə bağlıdır oranın axışı. Bunun üçün də təşkil etdiyimiz çakra marafonuna premium və sadə şəkildə olan deməli, paketlər halında sizə marafon təşkil etmişik sizin üçün. Qoşulun, yararlanın, faydalanın, şifalanaq və həyatımızın mərkəzində öz axışımızda qala bilək.